Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində 65.000 manata bu ev satışa çıxarıldı. Bütün içində gördüyünüz əşyalarla bir yerdə və paket kupçalı. Yəni evin də kupçası var, torpağın da kupçası var. Yerləşdiyi ərazidə Tərlan Şallıq sarayından 400 metr, 450 metr içəridədir. O Bakobus var, Tərlandan gəlir sizə. Orada marşrutdan düşəndən sonra 400 metr, 450 metrdən sonra bu evdir. 3 otaqlı evdir, 65.000 manatadır. Bütün əşyaları ilə bir yerdə satılır. Üstəlik də ki, qiymətində ev sahibi hələ özü endirim eləyəcək. Təsəvvür edin. Nizam yavaş Səmət Homsa gəlin. Buradan bir dənə durun mətbəxi göstərim. Bax, görürsünüz mətbəxi. Bax, görürsünüz nə qəşəng səliqəli sahmanı mətbəxi var. Bu mətbəxdə gördüyünüz xaladenlikdir, paltaryandır, qaz peçidir, aspiratordur. Hamısı evin içərisində qalacaq. Pərdələrə qədər, lüstrlərə qədər hamısı evin içərisində qalacaq. Bax, belə seksiya radiatorlar da var. Yəni, bax, çox da aparmaq istəmirəm. Evin içərisində nə görəcəksə, hamısı evin içərisində qalmaq şərti ilə 65.000 manata satılır kupçalı ev. Hələ qiymətində yenə də endirim olunacaq. Bu da qonaq otağıdır, zalı. Bax, görürsünüz, zalıdır. Böyük bir zalı var. Hətta dəmir raşotkalarına qədər hazır qurulub. Şəbəkə pəncərələrləndir, yeri qəşəng laminatdır, təp-təzə evdir, aboylu, təmirli, səliqə sahmanı evdir. Nə evin içində görürsünüz, hamısı evin içərisində qalmaq şərti ilə 65.000 manata satışa çıxarıldı, qiymətində endirim olunacaq. Bu bir yataq otağıdır. Baxın. Bax, buraya diqqətlə baxın. Görürsünüz, nə qədər səliqə sahmanı yataq otağı var. Paket kupçalıdır. Yəni, alar-almaz tez qeydiyyata düşə biləcəyiniz bir evdir. Bu da növbəti yataq otağı. Bir dənə buranı da göstərək. Bax, burada, bura. Burada növbəti yataq otağıdır. Görürsünüz. Bax, belə. 3 otaqlı evdir. 65.000 manata satışa çıxarılıb. Qiymətində mütləq endirim olunacaq. Bu da sanitar qovşağımız. Görünə qəşəng, hər şeyləri təzədir. Bax, unitazdır, tülpandır. Yəni, hamısı təp-təzə səliqə səhmanla istifadə olunub. Ona görə hamısı təzə qalıb. Bax, belə. Deməli, bir də izah edirəm. Biraz Zəhmət Homsa arxaya çəkilək. Bax, bir də izah edirəm. Saray qəsəbəsində Tərlan Şallıq sarayından 400-450 metr içəridədir. 3 otaqlı evdir. Paket kupçalıdır. Həm evin kupçası var, həm torpağın kupçası var. Bütün içərisində gördüyünüz xaladenlik, paltaryan, nə bilim, nələr var, interneti, kanalizasiyası mərkəzidir, qaz, su, işıq sayğacı var, həyətində trapı var. Hamısı evin içərisində qalmaq şərti ilə 65.000 manata satışa çıxarıldı. İndi həyətini də göstərəcəm, çünki padvalcağı da var. Bir dənə Zəhmət Homsa gözləyək. Hörmətli izləyicilər, bu da həmən evimizin həyətidir. Bax, ev bu evdir. Dəmir raşotkalarına qədər var. Komplisi təzədir. Ehtiyat üçün bir dənə də hər etmana qarşı çən qoyulur. Bağ yeri də oradadır. Boşadaş kubiklə tikilmiş evdir. Fundamentli kəmərli evdir. Mütləq gəlin o evə baxın. Bir də burada nə var? Bunu ev sahibi özü belə bir vəziyyətdə düzəltdirib. Gəlin bura baxın, bax. Gəlin burada Zəhmət Homsa göstərək. Bax, verin mən buradan göstərim. Bax, bir dənə bura diqqətlə baxırsınız. Padvalıdır. Bax, padval. Beton styaşka olunub. Sağ tərəfə otağa keçmək üçün xüsusi ora şey düzəldirirlər. Bir dənə Zəhmət Homsa işığını yandırın, baxaq. Bax, düşürəm bura padvala dəqiqliyi ilə görərsiniz. Bax, görürsünüz nə qəşəng düzəldirlər. Buranı da bax, belə əl qalidovka kimi eləyirlər ki, artıq olan əşyaların yığmaq üçün. Bax, belə. Atmalar da sıx-sıx atılıb. Qəşəng səliqə səhmanlı evdir. 65.000 manatadır. Qiymətində mütləq endirim olunacaq. Qiymətdə mütləq endirim olunacaq. Allah alanı da satana da xeyir versin. Sağ olun.